yuxarı qurumumuzun rəisidir. Yəni şəhid ailələri, qazilərlə, veteranlarla iş birliyi şöbəsinin rəisidir. Tərəfimizdən seçilmiş, hörməti saxlanılmış və o da bizim dəyərlərimizə uyğun olaraq alnımızı açıb, başımızı dik edib, hörmətli Füzuli müəllim, sizlə də qürur duyuruq. Sənə görülən işlərdə müvəffəqiyyət diləyirəm və mikrofonu sənə veririm. Buyur lütfen. Herkes salamlayıram, xoş gördük. Elimizdə obamıza toyuqlar yaraşır. Həqiqətən də bizim rayon qəhrəmanlar rayonu. Bu istər şəhidlərimizin sayına görə 267 şəhidimiz var. Və o şəhidlərdən bu Üçtəpə kəndində payına düşür. Allah cəm şəhidlərimizə rəhmət eləsin. 2500 müharibə iştirakçımız var. Və onların çox az qismi, bizim fəxrlərimizi siz hər biri burada görürsünüz. Subaylara qismət olsun inşallah. Hər üzün toyunda Allah bize qismət eləsin. Maşallah da bir yerdə iştirak edək. Maşallah da sənin adın çəkmişən bir gülməli bir söz deyil. Dəliyə daş verməzlər, qaziyə də xəndər verməzlər. Axır ağır olar. Ona görə də Allah hamısını canı sağ eləsin. Həqiqətən də bunlar bizim fəxrimizdir. Elman qardaş, təbrik edirəm. Orxan da bizim fəxrimizdir. Həqiqətən. O, yəni, ali təhsilli qazilərimizdən biridir. Və öz tərbiyəsindən, əxlaqı ilə, mənəviyyətindən həmişə o seçilir, nümunədir. Ona görə də mən sizin ailəni təbrik edirəm. Orxana ailə saadəti, ailə xoşbəxtliyi arzu edirəm. Bizim fəxrimizdir və sağ əldə buradakı bizim o subay qazilərimizin müsəllə başına. Allah mübarək eləsin. Çox sağ olun. Bu arada rayon rəhbəri adından və mən yol gələndə bizim polis rəisimiz Polad müəllim də zəng elədi və onun da adından təbrik edirəm. Allah xoşbəxt eləsin. Sağ olun.